Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla siz aziz yoldaşlara, sırdaşlara salam arz edirəm. Azərbaycanın və Təbrizin Milli Məktəbindən 62-ci bölümü istəyirəm sizinlə paylaşam. Şəms divanında Həzrəti Mevlana buyurur: Şəmsul haq است رازم تبریز شد نیازم او قبله نمازم او نور آبدستم. Əzizlər, türklərin irfani hüviyyətə düşünən məktəbi demək olar Təbriz məktəbi adlanır. Və bu Təbriz məktəbinin manifestini yazan Şəms Təbrizidir ki, Mevlana Şəms divanında Təbrizi gətirməklə onu meydana çəkir. Bu türk müsəlman həkim o qədər Təbrizdən danışır ki, insan heyrətdə qalır ki, necə ola bilər ki, bu vətənin, coğrafiyanın düşüncədə etkisinə agah olubdur. Təbrizli Şəms, Şəms Təbrizi, Mevlana'nın razı, Təbriz də onun niyazı və namazının qibləsi və vuzusunun onun suyunun nuru Şəms divanında sayılır. Məyər bu Mollay Rum Məsnəvidə o birinci nağılında Qaravaşla Şah nağılında orada demirdi nərm nərmək qovd şəhر تو کجاست که علاج اهل هر şəhri جداست. O Qaravaş, o kənizək ki nuxoşlamışdı və o qoca ki gəldi şahın istəyi ilə bu Qaravaşı dərman eləsin, əlini qoydu onun nəbzinə, hey soruşurdu. Ən birinci şey bu idi ki, dedi ki, sənin şəhrin haradır? Şəhri mən bilməliyəm. Çünki o şəhrin dərmanı o birisi şəhrin dərmanı ilə fərqli olmalıdır. Yumuşaq, asta soruşdu şəhrini bilməklə bilsin dərdini. Şəhrini gərək bilə, o coğrafiyanı gərək bilə, o coğrafiyanın dərdini, düşüncəsini, fəlsəfəsini, musiqisini, memarısını, xəttatısını, əxlaqını, hikmətini bilə. Bu demək olar o şəhərdən asılıdır və bizim milli irfanımız belə bir şeyə baxıbdır. Əzizlər, ikinci konu demək olar ki, hökmdarlığın zəfərli olmasıdır. Bir hökmdarlıq necə eləyə bilər zəfərə əl tapsın? Hər ölkə istəyə, hər konuda, özellikle dışarıda və eşdə, sınırlardan eşdə eləyə bilsin ki, qələbə çalsın. Ən birincisi budur ki, ölkənin öz içində gərək qələbə çala. Və o qədər mənaət-i təbə və sə'i sədrə və təhəmmül eləməyə, o təsahüla və təsamuha çatmalıdır ki, eləyə bilə azadlıq bağışlaya, hürriyyət bağışlaya, bu hürriyyətinə insanların izzətini, haqqı, hüquqlarını qoruya. Bu azadlıq həm danışığa aiddir, yəni həm danışan insanlara azadlıq verilməlidir ki, bunlar eləyə bilərlər azadlıqla danışalar, düşüncələrini ortalığa qoyarlar. Həm danışandan sonra düşüncəni ortalığa qoyandan sonra bunların canlarını, mallarını, izzətlərini, özlərini qorumalıdırlar. Bu təsahül və təsamuhla eləyə bilərlər hökmdarlar ölkənin içində qələbə çalsınlar. Yəni demək olar ki, ölkənin içində olan millət ya millətlərə, onlar ki bunun hökmdarlıqlarının çərçivəsindədirlər, onları gərək
möhtərəm, möhtəşəm, möhtənəm tuta. Yəni saygı ilə bunlara yanaşa, ehtişam və heşmətli və qənimətli insanlar bunları görə və onlarla öcürneyniyə davrana və bu bunlara böyük bir dənə zəfər və güc gətirir ki, bu zəfər və güc eləyə bilir dışarıdakı düşmənlərin, onlar ki, ölkənin içinə diş itidiblər və əyri gözlə istəyirlər, baxsınlar bizim mənfəətlərimizi, bizim qazaşlarımızı, bizim mədənlərimizi talasınlar, onların qabağında eləyə bilərlər bunlar belə gücünə dayansınlar. Üçüncü konu Müsəlman ölkələrinin haqq məsələsidir. Əzizlər, təəssüflər olsun ki, İslami ölkələrin əsl savaşları ən birincisi özləri iləndir. Yəni hələ öz işlərində bunlar o savaşları qurtaranmayıblar ki, eləyə bilsinlər, fürsət tapsınlar, dışarıda olan, eşdə olan düşməndən qələbə çalsınlar. Mən ki sulhəm daimən ba in pədər, in cihan çön cənnət əstəm dər nəzər. Axı sən içəridə sülh, barış yarada bilməsən, eləyə bilənməyəcəksən eşdəkinə qələbə çalasan. Ona görə ən az quşqu ilə, ən az şübhə ilə demək olar ki, İslam aləmi və İslami ölkələr eləyə bilənməyəcəklər Batının bu qələbə çalan stratejisinin qabağında və o teknolojidən üstün olan stratejinin qabağında zəfər çalsınlar. Bunlar belə getsələr yenilməkləri qəti olmalıdır. Niyə ki bunlar o azadlığa, öz millətlərinin həqlərinə saygı ilə yanaşmırlar. Örnek üçün siz İrana baxsaz, görürsünüz ki, İranda bir İslam adı ilə o demək olar Pəhləvidən qalmış şuubiyyənin ırqçılığı düşüncəsi hələ hakimiyyətin içinə sızıb və onunla eləyə bilirlər digər millətləri və digər haqları burada taptalasınlar. Bunlar hələ İranı Fars bilib və Farsı da bir üstün qovm görüblər və Fars dilini bütün dillərin qabağında əyləşdiriblər. Halbuki siz Rum surəsinə baxanda Tanrı orada buyurur ki, ixtilaf-ı əlsinə və demək olar ixtilaf-ı əlvan bizim öz ayələrimizdən tanınır. Siz bu ayələrə bir müsəlman olaraq gərək boyun qoyasınız. Bu ixtilafları biz özümüz yaratmışıq. İnsanlar fərqli dildə danışsınlar. Siz bu fərqli dildə danışmaqları, bu təfərrüqu, bu tənəvvüü, bu təəddudu siz gərək rəsmiyyətə tanıyasınız. Biz də sizi müsəlman tanıyaq. Ola bilər siz bu təfərrüqu, bu tənəvvüü rəsmiyyətə tanımamaqla Sehyonismin və dışarıda olan düşmənlərin qabağında davam gətirəsiz. Dördüncü konu Qərbin demokrasisinin gücündən də danışmaq olar. Əzizlər, mən bir məqalə yazmışdım ki, Qərb demokrasisini mən imzalamıram. Orada demokrasi o cinayətlər ki eləmişdi, bütün ölkələrdə onları gətirmişdik. Ona görə deyirdik ki, Şərq ölkələrinin özünə görə bir hökmranlıqda, hökmdarlıqda sistemi olmalıdır ki, ondan fərqlidir. O sistem Türk əqlaniyyətinin içindən qaynaqlanaraq ədalətə düşünmək, təsahüla və təsamuha düşünmək, qurultayla zülmün qabağında dayanmaq, məzlumun arxasında dayanmaq ilə demək olar anlamlaşırdı. Ona görə demokrasini də biz burada o anlamı ki ortalığa qoyuruq, yəni şəhrivendilərin hüquqlarını riayət eləmək. Əgər bu anlamı biz demokrasidən alsaq ki, bütün şəhrivendilərin haqlarını riayət eləməklə Qərb buradan çox güclənibdir. Qərb həm milli fəlsəfədən güclənib,
həm milli məsihiyyətdən güclənib, həm demokrasiyadan bu anlamda ki, şəhərvəndilərin haqlarını neyiniyibdi, riayət edibdi. Ona görə bir yenilməyən sistemə sahib olubdu. Siz baxın, məsələn, Rusiya gücünü hardan alır? Rusiya öz şəhərvəndilərini tapdalamaqla, əzməklərinə oradan güc alır. Xub, geci tezi bu Rusiya yeniləcəkdir. Çünki içəridə olanları bu tapdalayır. Şah da inqilabdan qabaq eşdəkilərdən yenilmədi, içəridəkilərdən yenildi. Niyə ki, qüdrətin məşruiyyətini, gücün məşruiyyətini hardan alırdı? İçərini əzməklə, tutmaqla, tapdalamaqla, dustağa qatmaqla. Ona görə o sistemdə elə getməli idi. Biz belə şeyi bəlkə də gələcəkdə Pakistanda da görməliyik. Yəni Pakistanı da belə bir xətər demək olar təhdid eləyir. Bu millətlərə dayanmağın yanında və şəhərvəndilərin haqlarını riayət eləməyin qırağında da bir əxlaqi unsurda eləyə bilər hakimiyyətləri yerə çıxsın. O da yalandır. Yalan. Siz Sovetlər Birliyinə baxsaz, həmən Şoraviyə baxsaz, bu içəridən partladı. Niyə? Çünki bunların öz hakimləri ən çox yalanları özlərinə deyidilər. Hələ millət dursun o tərəfdə, özləri özlərinə yalan danışırdılar, özləri özləri ilə sadiq deyildilər. Ona görə Qərbin bu teknolojidən üstün olan gücünün qabağında daha sən yalanla özünü güclü görsədəsən, təbliğatla istəyəsən özünü güclü görsədəsən, bir yanmış və köhnə siyasətə oxşuyur ki, onun zamanı keçibdir. Bizim millətimiz, türk müsəlman millətləri də bu ölkədə təəssüflər olsun ki, xəbərlərini İran şəhri axarlarından alırlar. Yəni, türk müsəlman insanlar, məhrusə məmalikində yaşayan insanlar bu 100 ilin içində, içəridə, eşdə olanlar fərq etməz. Masonların əli ilə bir xəbəri boykotun içində yaşayırlar. Yəni, təhcə xəbərləri bu masoni, məcusi və səlibilər bunlara çatdırırlar. Onlar o zaman ki, bu xəbərlərə qulaq asırlar, belə düşünürlər, belə fikr edirlər, belə zənn edirlər, bu xəbərlər bunlara ilgisi vardı. Halbuki masonların, səlibilərin, məcusilərin bütün xəbərləri Internationalda, BBC-də, VOA-də bu xəbərlər türk dünyasına aid olan və ilgisi olan bir xəbərlər deyirlər ki, biz oradan xəbərlərimizi alaq. Ona görədir ki, siz baxırsınız, görürsünüz ki, bu xəbərlərin türklərə heç ilgisi yoxdur. Bu 100 ilin içində demək olar ki, bir siyasi şəxsiyyət ki, eləyə bilər gerçəkdən və həqiqətən türkləri təmsil eləyə biz tapanmırıq. Məsələn, ən yaxın illərdə demək olar, hələ bir sıra türklər belə düşünürdülər ki, Ruhani ilə Əhmədinecad bunların rəsumradırlar. Sonralıqda biz baxdıq, gördük ki, baba bunlar Fasların rəsumhurraydılar. Bunlar türklərin rəsumhurları ola bilənməzlər. Çünki o kimliyi, o varlığı, o hoviyyəti bunlarla daşımırlar. Türklərin özlərinə görə milli fəlsəfələri, milli hikmətləri, milli irfanları, milli əxlaqları, milli siyasətçilikləri, milli memarlıqları, milli danışıqları, milli fəşləri, milli musiqiləri, milli qəzaları vardı. Bunlar onlarla fərqlidirlər. Beşinci demək olar konu və ən son konu ki, ona demək olar burada baxmalıyıq. Budur ki, Orta Doğuda nə baş verir?
ya Asiyanın demək olar batı tərəfində olan ölkələrdə nə baş verir? Belə düşünmək olur ki, Orta Doğu demək olar qabıq dəyişir və bu demək olar milli, qovmi və ırqı savaşlar bütünlüklə kapital aləminin qazancına sayılır. Onların sandıqlarına günbəgün sikkələrdilər ki, bu savaşlar artırırlar. Örnek üçün Amerika'ya baksanız görürsünüz ki Amerika Ukrayna silah verir. Pulunu kim verir? Avrupa Birliği. İttihatiyyə Avrupa bunu ödəməlidir. Yəni əgər bu qərara dünya gələ ki 3-cü Dünya Savaşını da başlaya, ən qazananı bunun başda Amerika olacaqdır. Deyirlər ki, Einstein'dən soruşdular ki, dünyanın 3-cü savaşı nə zaman olacaqdır? Dedi, mən bilmirəm dünyanın 3-cü savaşı nə zaman olacaqdır. Amma bunu bilirəm ki, əgər dünyanın 4-cü savaşı olsa, bəşər da ağacla, çomaqla bir-birinin canını eşəcəkdir, ilişəcəkdir. Yəni bu Einstein'in bu sözü çox anlamlı bir sözdür. Buna görə ki, 3-cü savaşda bəşər elə silahlara əl aparıbdır ki, bəlkə özünün kökünü qazıb və məhv edəcəkdir. Hər halda, əgər dünyanın 3-cü savaşı başlansa da, bu Asiyada, Orta Doğuda və Avropada olacaqdır və çün demək olar ki, Amerikanın 1-ci və 2-ci savaşda təcrübəsi vardı və orada qazanc aparıbdı. 3-cü savaşda da qazanc aparacaqdır. Və savaş eləyənlərin o başı da bu başı yenilənəcək və gücləri də nədir? Azalacaqdır. O zaman ki Amerika amar verir. Yəni deyir ki, örnek üçün mən Ərağın savaşına 1000 milyard dolar mən xərcləmişəm. Düzdə deyir. Bütün bu savaşın sursatını kimlər təmin ediblər? Amerikaya bağlı olan kompanilər təmin ediblər. Yəni demək olar ki, o 1000 milyardın qazancını da həmən şirkətlər, həmən kompanilər ki, Amerikaya bağlıdılar, onlar bu qazanca əl aparıblar. Qərb kompanilərinə və şirkətlərinə savaşdan üstün heç bir biznes və ticarət yoxdur. Ondan ən qazancılı şey aləmdə tapmaq olmaz. Ona görədir ki, bu ölkələr ki, bu savaşa demək olar qatılırlar, o insanları tərbiyyət edirlər, təəssüflər olsun ki, təvəhhümdə yaşayan və hər zaman içi boş şüarlarla gəlirlər meydana, ta bu savaşın sənətini, bu savaşın ticarətini gücləndirsinlər. Siz nə qədər bu savaşı gücləndirsəz, Qərb dünyasını gücləndirirsiniz. Siz nə qədər bu savaşa girsəz, Qərb aləmini gücləndirirsiniz. Çünki niyə? Onlar teknolojinin ən üstünə əl tapıblar və o sursatı neynəyəcəklər? Satacaqlar. Bu günlərisi Putin İrana tövsiyə edir, vəsiyyət edir ki, sən uraniumu qəniləşdirməkdən əl götür. Bu əlbəttə bir doğal, təbii mövzə tutmaqdır. Niyə? Buna görə ki, axı Ortodoksla Katolik birbiri ilə savaşda deyirlər. Bunlar birbiri ilə rəqib və hərif sayılırlar. O zaman bunlar bu hissə gələrlər. O zaman bunlar buna çatalar ki, bütün Məsihiyyət, Məsihiyyətin bütünlüyü təhdid altındadır. Onda Ortodoks, Protestan, Katolik hamısı birləşəcəklər və demək olar ki, hər tərəfdən də qırılsa, Məsihiyyətin məsləhəti, mənfəəti orada gizlənibdir. Müsəlman siyasi məhfilləri, məclisləri doğrudan, gerçəkdən səliblərin fəttlərinə, fillərinə uyurlar.
bunların uymaqları, bunların inanmaqları fəlsəfənin və məktəbin İslam aləmində olmamağına qeydir. Biz gərək öz fəlsəfəmizi, öz məktəbimizi, milli fəlsəfəmizi, milli məktəbimizi bir qələbə çalan strateji olaraq səliblərin qabağında meydana qoyub və tərifləyək. Yəni söz savaşına girək, fəlsəfə savaşına girək. Sağ olasın.